Hər gün test edirik. 7-ci gün. Eramızdan əvvəl 1-ci minilliyin əvvəli Azərbaycan tarixi üçün səciyyəvidir. Yeni dövlət qurumlarının yaranması, Akkad dövlətinin hücumuna məruz qalması, ilk quldar dövlətin yaranmasını götürəcəyik. Eramızdan əvvəl 11-9-cu əsrlərdə Urmiya gölü ətrafında yerləşən vilayətlər üçün səciyyəvidir. Hər birinin öz başçısı var idi. Hər birinin şəhər qalası var idi. Tayfa başları tərəfindən idarə olunur. Birlikdə dəf edə bilirlər. 1-2 götürəcəyik. Daha sonra 3-cü sualımız Urmiya gölü ətrafında yaşayan tayfaların birləşərək Manna dövlətini yaratmasına səbəb olmuşdur. Demək, sosial-iqtisadi inkişaf, vilayətlərin könüllü birləşməsi yox idi. Qonşu ölkələrlə əlaqələrin genişlənməsi var idi. Aşur, Urartu var idi. İşğalçılıq siyasətinə qarşı qədim Misirlə əlaqələr yox. 1, 3, 4 götürəcəyik B bəndi.